Bu ölkə cinayətkar bir qrup cinayətkarın mafyoz qüvvələrin əli ilə idarə olunur, qardaş. Sosial şəbəkələrdə hökumət tənqid etməsi ilə tanınan siyasi fəal Rahim Musa narkotik ittihamı ilə həbs olunub. Bu barədə onun özü Abzas Media məlumat verib. Fəalın sözlərinə görə o iyulun 15-də yaşadığı İmişli rayonunda polislər tərəfindən saxlanılıb. Bir gün sonra isə İmişli rayon məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Ona qarşı satış məqsədi olmadan külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində iştirak etməklə bağlı ittiham irəli sürülüb. Özü isə ittihamı rədd edir. Əvvəlcə şöbədə önümə balaca bir büküm qoydular. Dedilər bunlardan birini götürməlisən. Bu prezident aparatının göstərişidir. Onsuz da istəsən də istəməsən də TikTokdakı çıxışlarına görə həbs ediləcəksən. Artıq ağ eləmisən. Mən isə bükümə əl vurmaqdan və sənədlərə imza atmaqdan imtina etdim. Daha sonra məni evə aparıb bükümü evimə atdılar. Rahim Musa ehtimal edir ki, xüsusilə son bir ayda TikTok platformasında prezidentin keçmiş kürəkəni və iş adamı Emin Ağalarov və onun Sibriz layihəsini tənqid etdiyinə görə həbs olunub. O deyir ki, saxlanılandan sonra telefon əlindən alınıb və videoları silinib. Daxili İşlər Nazirliyi fəalın iddiasına münasibət bildirməyib. Rahim Musa uzun illər müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açaraq əsasən hökumətin sosial-iqtisadi siyasətini tənqid edib. Vaxtilə Azərbaycanda Milli İstiqlal və Xalq Cəbhəsi partiyalarının üzvü olmuş fəal müxtəlif dövrlərdə də həbs olunub. O 2003-cü ildə 15 oktyabr etirazları zamanı həbs olunub və 4 il müddətinə şərti cəza alıb. 2007-ci ildə isə 5 il müddətinə azadlıqdan məhrum olunub. Cinayət işində onun 4 polis əməkdaşına xəsarət yetirdiyi iddia olunurdu. Rahim Musa özü isə evinin damından hökumət əleyhinə şüar qaldırdığına görə həbs olunduğunu demişdi. O ən son 2013-cü ildə xuliqanlıq ittihamı ilə 4 il yarım müddətinə azadlıqdan məhrum edilib. Fəal həbslərinin hamısını siyasi sifariş hesab edir və həbsdən çıxdıqdan sonra da sosial şəbəkələrdə tənqidlərinə ara verməyib. Kimi, nədən qorxuzursunuz, nəylə qorxuzursunuz? Bir nəfər, bu millətin hamısını mı həbs eləyəcəksiniz?